Herkese salam kızlar, ad günü vloguma hoş geldiniz. Bir dənə havanın vidinə baxın. Neyse, moralimizi bozmuruq. Bəli, bu gün mənim ad günümdür. Mayın 24'ü, 24 yaşım tamam olur. Bugün tam olarak bilmirəm nə edəcəm, amma ilk iş olarak saat hardasa 2 falandır. Gedib hazırlaşmaq istəyirəm. Paltarımı falan geyinmək istəyirəm yavaş yavaş. Bir-iki dənə evdə şəkil çəkəcəm. Daha sonra isə yəqin ki, harasa çıxarıq. Gəlin sizə ad günü kombinimi göstərim. Daha sonra geyinib bir neçə dənə evdə şəkil çəkəcəm. İlk öncə çantadan başlamaq istəyirəm. Həqiqətən çox sevərək aldım. Forması çox qəşəngdir. Səhv etmirəmsə hazırda məndə nə Azərbaycanda, nə də burada bu formada çanta yoxdur. Kolleksiyamıza xoş gəlmisən. Bu hissəsi belə mavidir, bu soyulur yəni. İç hissəsində belə cibliyi var. Özünün içi bu formadadır, tikilişləri yenidir. Belədir. Belə təkdə istifadə etmək olur. İçi isə çox genişdir, hər şey sığır deyə düşünürəm. Daha sonra belə bir cibi var. Bunu da elə burada istifadə eləmək olar və yaxud da bunu tək çanta kimi də istifadə eləmək olar. Mən də bilmirdim. Aldıqdan sonra yoldaşım elə proqramdan baxdı, dedi ki, sən bunu tək sumka kimi də istifadə edə bilərsən. İçərisini belə qırışmaması üçün torba qoydular, havalı torba. Və belə uzun ipi var. Təbii ki, bunu götürdüyüm günlərdə gərək uzun ipdən istifadə edim. Belə. Bu isə koftamdır. Bunun məndə korичневый rəngi də var. Başqa xoşuma gələn forma tapmadım. Ona görə də bunu aldım. Çantayla dəstləşdirmişəm. Bir tık fərqi var təbii ki. Bu da normaldır. Çünki bu parçadır. Bu da kojadır. Bunu da elə bacarsam üstümdə çəkib göstərəcəm sizə. İndi isə şalvara baxaq. Belə. Yan hissəsində belə cibləri var. Alt hissəsini isə istəsəm rezinlə darta bilərəm, amma mən bu formada geyinməyi daha üstün tuturam. Bu da elə aksesuar kimi böhründə durar. Və üzərində belə bir kəmər qoyublar. Möhtəşəm keyfiyyəti olmasa da, məncə yaxşıdır, elə üzərinə tam da uyumludur. Bu da mənim ayaq qaşlarım. Bunu əslində keçən il almışdıq. Sadəcə heç geyinməmişəm. Qırmızı uyumlu ayaqqabı da tapmadığıma görə elə dedim, ağ ayaqqabımı geyinərəm. Məncə möhtəşəm bir kombin alındı. Bu hissəsi də zaten şalvarın alt hissəsində qalacaq. Balağı düşəcək üstünə. Ümumi ağ ayaqqabı kimi görünəcək. Məncə qəşəng oldu. Aksesuar olarak bu qızılları taxmaq istəyirəm. Bu arada bunu yoldaşım keçən il ad günümdə hədiyyə eləmişdi. Ağ qızıl bir dənə bu var, göz mıncığı kimi. Bu da mənim nişan üzüyümdür. Bu üçünün isə həm üzüyü, həm kolyesi, həm bilərziyi var. Bunları əsasən toyda, böyük bir məclisdə və s. taxıram. Amma belə gündəliyinə isə özəl gün olduqda belə bunların üçünü bir taxıram. Əlavə aksesuar olaraq saatımı taxmaq istəyirəm. Ben burada fikirləşirəm ki, hansı kəmərini taxım. Əslində əvvəl fikrimdə var idi qırmızını taxım, amma qırmızı nə çanta ilə uyğunlaşmadı, nə də kofta ilə uyğunlaşmadı. Ona görə ya qızılı, ya da ağ arasında qaldım və sonda fikirləşirəm ki, ağı taxım. Çünki özümün şalvarın kəməri də ağ rəngdədir. Düşünürəm ki, elə bir-biri ilə qəşəng uyğunlaşar. Uy. Və bunu buradan belə çıxarıram. Belə. Və bu formada. Çantanın içərisinə isə
pudramı koyacağım. Cüzcüsü de var bu arada bunun içerisinde. Bir de bu pomadanı koyacağım. Bir tane de bu ətiri koymak istedim. Bu benim son zamanlar en sevimli ətirimdir. Həqiqətən qoxusu o kadar güzeldi, o kadar mükemmeldi mənə görə. Bir tık çiğ ətirlərinə bənzəyir qoxusu. Bunun vanillisi var. Mən bunu sevmirəm, istifadə eləmirəm. Elə arada bərədə evdə vururam vesaire. Ama en favorim budur. Bir de Aventus'tan sonra Invictus var. Budur. Bu da yaxşıdır. Bir balaca buyla bunun ortasıdır sanki. Ama en mükemmeli budur. Ondan sonra budur. Sonra ise budur. Ona göre de bunu götürürüm bugün. Bir tane de balaca salfetka. Olmazsa olmaz powerbank. Bir tane təzə salfetka ve naushnik. Evdə bir neçə dənə şəkil çəkdim. Daha sonra tortumu da sizə göstərirəm və hazırlaşıb gedirik kafeyə. Kafe olaraq isə təbii ki, yenə Panamı seçmişdim. Çünki yalnız oranın yeməklərini daha çox bəyənirəm. Ənənəyə sadiq qalaraq bu dəfə də Caesar roll pizza sifariş verdi. Əlavə olaraq isə qızarmış sushini bir də sınadım və bu dəfə həqiqətən sözün əsl mənasında çox bəyəndim. Növbəti dəfə bu sushidən yenə sifariş verəcəm. Hədiyələrimi də açdım. Artıq bacınız bu telefondan qəşəng vloqlar çəkəcək. Düzdür, bunu əvvəlcədən açmışdıq, yoxlamışdıq. Çünki biz kargo ilə almışdıq. Proqramla sifariş vermişik, belə deyim. Birbaşa gedib mağazindən almamışıq. Bunu da yoxlamışıq. Mikrofonu da yoxlamışıq. Ona görə də birbaşa özüm açmamışam. Amma bir balaca artistlik elədim. Orada üstün qabığını falan soydum, elədim. Hə, neysə. Bunları bir ayrı hoşuma geldi və bunları incəlik eləyib belə bir qutunun içərisinə qoyması ayrı hoşuma geldi. Həqiqətən çox sağ olsun. Allah min əvəzini yetirsin kocama. Amin ya Rabbi deyirik. Gedirik bir dənə tortla çay içməyə. Tortumu da elə dünən axşam kəsdik. İçini bir dənə sizə göstərim. Görün nə qəşəngdir. Elə bir dondurma dadındadır. O qədər yumuşaq alınıb. İstəsəz reseptini də sizinlə bölüşə bilərəm, amma kanala abunə olmaq şərti ilə.